Çuf çuf. Çuf çuf. Yazılmış memleket şiirleri. Qəşəngdir bu. Xoşum gəlir mən bundan. Sürüşürəm. Ya Allah. Ya Allah. Deməli, Temudan aldığım bu ağsadə köynəyi geyinəcəm və bu şalvarı geyinəcəm və bu tokka ilə və aksesuarlarla bu geyimi tamamlayacağıq. Baxın, görün nə qəşəng görsənir. Arkadaşlar, Sumqayıtdayım. Hoş bakın. Və mən də buynuzlarımla buradayım. Gedirik millət, parka gedirik, əylənməyə gedirik. Gelirsiniz yoksa YouTube'a Bacı. Evet arkadaşlar, bakın bizim Vikingimiz buradadır. Sumqayıtda eğlenecek. Yes, gelmişik. Ama bilmirəm orada bunu tutabileceğim yoksa yok. Hello. Axırıncı günümüz ola bilər bu. Nədən deyirəm birisi. Hər an düşüb ölə bilərik. Bravo, Ay gel. Ay gel. Melike. 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 Ay Allah. Melike burada ben tamam. Melike yok. Gelin Melike burada okundurma. Gelin Melike. korkuram ama. Melike gözünü değiştirme. Mahnını değiştirme. Mahnını değiştirme. Bilezerden gelmiş ya. Ay şu mahnını değiştirme. Melike. Derinden biz buradayız. Başına rahat olma. Melike yok. Mənim millət, Vikingə mindim və çox qorxdum. Dəhşət idi. Ruhumu orada buraxıb düşmüş ola bilərəm. Çox pis idi, çox. Və birinci dəfə də minirəm deyə bəlkə ondan ola bilər. Bir neçə dəfə gəlsəm bəlkə öyrəşərəm. Gözlərimi full yumdum. Eynəyimi falan arada düzəldirdim hətta o dərəcə. Dəhşət qorxuludur. Bilmirəm, 1 manat idi biletlər. Sumqayıtda yerləşir də. Adı neydi abra? Göyərçin Parkı. Göyərçin Parkının yaxınlığında yerləşir. Qəşəng idi. Ama ben qorxdum və gözlərimi heç açmadım. Bütün günü yumulu bir şəkildə. Arada eynəyimi düzəltmiş deyə çox qırılmasın. Bu qədər. İnşallah məni küləkdən eşitmiş olarsınız. Mikrofonum yoxdur. İnşallah bir gün alarıq ama hələlik belə idarə edək. Belə eləyib heç olmayacaq sonra. Arkadaşlar bundan ay da ürəyimiz qalxacaq. Qusara bilmə. Kısa birer ya. Qusacaq edir. Qəşəngdir bu. Xoşum gəlir mən bundan. Xüsusən mən bunu bəyəndim. Mən bundan xoşum gəldi. Sürüşürəm. Ya Allah. Ya Allah. Çok pis fırladım. Sen söyle Melike ölsem bir iki sen sevirəm. I love you too. I love you baby. Yaxşıydı millət. Oy da başım. Ay başım. Bu da öyle bulmuşum. Sen çıtırsak taşma bir de bir şeyler var. Katar geliyoruz.
de götür orada. Yok. Qorxuram millətimə eləməyəcəm. Aslında videoya çox az şey çəkdim. Qorxuram çünki Vikingə mindim birinci dəfədir deyə çox qorxuram. Onun üçün inanmıram ki, mən bunda sağ yaşayam. Amma Sumqayıt çox qəşəngdir. Necəsiz qızlar? Qəşəng. Vəziyyət nətərdir? Yani. Qorxmuram, heç bir həyəcan yoxdur. Çox əladır. Artıq 2 dəfə video çəkir. Ben de için zaten Məlikə xanım isə qorxuların üzərinə gəlir və güclü olmağa çalışır. Əslində qorxu heç nə yoxdur. Həyatdan həzz almaq lazımdır. Evet arkadaşlar çok yoruldum. Çok yoruldum. Melek Hanım'ız da evet dəhşətdir yani çok. Başım fırlanır. Ben bugün yüksəklik qorxum olduğunu öğrendim əzizlər. Heç bir problemim yox idi. Hamısına 2 minmişəm və hələ də məndən olsa gələ bilərəm. Karşınızdakısı. Karşımız. Aha, bunun hamısını paylaşacağım ve sen de efektle koydum. Ha 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 diye böyle. Evet, bura çok qəşəng. Salam. Yaşlıdılar, istəyəcəksiniz. Biz hayattan küsmüş. Az öncə gördüyünüz mənim əkiz bacım idi, mən deyirdim. Necə yəni? Ya məncə onu tanıyıram, siz də tanıdınız. Yox, əkiz bacım. Gələcəyin aktrisası, enerji bombası, bizim gözəlimiz, gözəl aktrisamız. Xalq artistimiz. Niyə qəşəngsən də xanım, yaxşı şeylərdir. Çox sağ ol. Enerjili olmaq, gülmək, hər şey, bunlar yaxşı şeylərdir. Çox təşəkkür Yaxşı qarşılamaq lazımdır. Dostlar, sizi sevirəm. Saçlarımı düzləşdirmişəm. Hər gün mən qabarıq şir kimi görən izləyicilər bu gün mənim bu qəşəng saçlarımı görürlər. Evet, amma yoruldum yenə. Yaxşıdır. Bu dəfə yaxşı oldu. Baxın, onu çəkəmirəm çünki çox yuxarı qalxır. Mən də qorxuram, telefon qırılar deyə çəkə bilmirəm. Əlimdən gəldiyində çəkməyə çalışdıqlarım var. Amma Sumqayıtdakılar çox uyğun qiymətdədir. Məncə bura gəlməz. Şəhərdəkilər bahadır. Bəli, bankrot olmuşuq. Normal maşın şəhərdə 5 manat. Sumqayıtda yerləşən bu attraksiyonların hər biri 1 və 2 AZ-ni təşkil edirdi. Məncə bura gəlib bolluca əylənə bilərsiniz öz dostlarınızla və bu 20 yanvar metrosunun yaxınlığında taksilərlə gələ bilərsiniz. Bazarın yanında düşərək Göyərçin parkına doğru irəlilədiyiniz zaman attraksiyonları görəcəksiniz. Kızlar bir şey diyeyim. Ben bu seksiz bu geçeydi. Benim restoran bundan bir şeymiş. Burada isə pizza-mizzadaydıq və biz burada 2 kiçik pizza, 1 klap sandviç və içkilər, kartof ilə bir yerdə 53 manat hesab ödəmişdik. Və məncə qiymətləri olduqca normaldır və yaxşıdır. Arkadaşlar artık gelirik eve. Böyle arkadaş grubumuz vardı. Gözəl gün oldu. Sizin hər birinizdə bura gəlməyi dəvət edirəm. Beğenmeyi, kanala abone olmayı unutmayın. Düşürsən mənə, hə? Bura qədər izlədiysəniz kanalıma abunə olmağı, mənə dəstək olmağı və öz fikirlərinizi rəylərdə yazmağı unutmayın. Bildirişləri açdığınız zaman videolarımdan daha tez xəbərdar ola bilərsiniz. Sizləri öpürəm. Bay bay.